الشيطان أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا يا أيها المزمل قم الليل إلا قليلا يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا إن لك في النهار سبحا طويلا واذكر اسم ربك وتبتل إليه تبتيلا
رب المشرق والمغرب لا إله إلا هو فاتخذه وكيلا صدق الله العلي العظيم. Ya Allah. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruh, nestağfiruhu ve nesta'inuh, netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefi'ina ve mevlana Ebul Qasim el-Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve sümme salat ala itretil mükerremin ve siyyama baqiyetillah fil aradin ve lanud daim ala a'daihim ecma'in minel ane ila qiyami yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Ya Allah, 6. çıxışımızdır silsiləvari mövzumuzda və belə nəticəyə gəlmişik ki, biz dünyaya gəlmişik ki, kamil insan olaq. Kamil insan olmaq. Doğrudan bunun haqqında fikirləşməliyik ki, nə qədər uğur qazanmışıq bu yolda, bu kamal yolunda. Hara gəlib çatmışıq, haradayıq. Quran dili ilə desək, biz xəlifətullah olmağa gəlmişik. Allahın xəlifəsi. Yəni canişini, Allahın canişini yer üzündə. Onun üçün gəlmişik. İrfanın dili ilə desək, liqaullah. Gəlmişik ki, Allahla görüşək. Liqa kəlməsi. Əlbəttə o görüş, zahiri görüş deyil, bu gözlərin gördüyü bir mövzu deyil, söhbət onda deyil. Amma biz yalnız bu gözümüzlə görmürük ki, bəzi vaxt gözümüz qapalı olur, nəsə görürük, yoxsa yox. Yatmısan, yuxuda nəsə görürsən, bu gözün açıq deyil, görürsən. Deməli, ruhun görən gözü yalnız bu deyil də. Düzdür. Bundan dərin deyə mövzu, bu misaldır dedim sizə. Biz gəlmişik liqaullah, Allahla görüşək. Belə bir missiya, bu boyda məsuliyyət. İtki də özümüzədir. Allah heç nə itirmir. Bunun üçün bir yol qət eləməliyik, bir yol getməliyik, hərəkət eləməliyik. Düzdür, yol biraz çətindir. Quran deyir, innəkə kadih ilə rabbik kədəhən fə mulaqih. Sən məşəqqət dolu addımlar atırsan bu dünyada, hərəkət edirsən, gedirsən. Bu yolun adı nədir? Bəs bu Rəbbə gedən yolun adı nədir? Bu yolun adı Quranda siratdır. Gündən namazın içində deyirsiniz, ihtinas sirat. Bizi sirata yönəlt. Siratəl mustaqim. Düz yola. Bu yolun adı siratdır. Bu yolu biz necə gedəcəyik? İctimai yaşayaraq gedə bilərik. İnzivaya çəkilib gedə bilmərik. Yəni, bir guşəyə çəkilir ki, bu yolu gedək, gedə bilməyəcəyik. Gələ cəmiyyətlə qaynayıb, qarışıb, öhdəliklərimizi icra edib, məsuliyyətlərimizi icra edək ki, bu yolda hərəkət edə bilək. Başqa yolun yoxdur ümumiyyətlə sənin. Baxın, kamil insan olmaq yəni nə demək? Xəlifətullah olmaqdır. Xəlifətullah yəni nə? Allahın canişini olmaq. Allahın canişini olmaq yəni nə? Allahın adları sən neynəməlidir? Öz əksini göstərməlidir. Yəni, necə Allah sabirdir, sən də sabir olmalısan. Necə Allah səttardır, eyibləri gizlədir, sən də eyibləri gizlətməlisən. Necə Allah zu intiqamdır, yeri gələn sən də zu intiqam olmalısan. Düzdür? İntiqam alan Allah. Yaxşı, bu adlar, sən çəkilsən bir guşəyə, təkcə bir dənə mağarada otursan, bu adlar sən necə təcəlli edəcək? Kimi əff eləyəcəksən? Kimə səbr eləyəcəksən? Kimdən intiqam alacaqsan? Kimi bağışlayacaqsan? Bu adlar sən neynəmədi? Təcəlli eləmədi. Deməli, sənə təcəlli eləmədi, sən bu yolu getmədin.
Ona görə deyirlər, bu yol ictimai yaşamasın mümkün deyil. Yəni, axı bezdim, yiyəm özün ibadətimi, namazımı, heç kəsə qaynamayım, qarışmayım, oturum. Yəni, biraz qayda hətta fiqhə, əmr və mərufu necə əlləyici yaxşılıqlara əmr, nəhyəz münkər, pisliklərdən çəkindirmək. Bu təvəllası necə olacaq? Bu təbərrası necə olacaq? Sayda bulanamsın. Deməli, bu yol ictimai yaşamadan bu yolu gedə bilməzsən, bu siratı. İrfanın dililənsi seyri suluk. Bu yolu hərəkət etmək. Cəmi içində gedəcəksən. Başqa yolun yoxdur. O hərdən bezənlər var, dirək qutardım hər şeyini, öz namazım, öz orucum, mənə heç nə, yerində çapalayacaqsan. Yerində. O qaçış apartın üstündə adam qaçır, 20 dəqiqə qaçır düşəndə, həmən yerindəsən də. Bir ömürdə yaşayır insan mənəvi nöqteyi nəzərdən, həmən yerindədir. Düşür aşağıya, təzəvi ölüm mələyi gəldi başının üstünə, nə qədər yol getmirsə, heç bir addım yol getməyib. Bir addım yol getməyib. Harada gəlmiş, elə orada da qalıb. Oradan da götürüb aparılır. Yaxşı, bu yolu getmək üçün nə lazımdır? Bu yolu getmək üçün bənd olmalısan. Ona görə dinin təqdim etdiyi konsepsiya bəndəçilikdir. Azad olmaq, dinlərə azad olum, azad olum. Din deyir, azadlığın özündən də azad ol. Din deyir, azadlığın köləsi olma. Din deyir, azadlıq yolun yarısıdır. Din deyir, sənə ubudiyyət, bəndəçilik konsepsiyası təqdim edirəm. Azad ol, ürəyimin istəyindən. Demirsən, ürəyin belə istəyir. Möhkəm ol, azad ol da bundan. Bacara bilmirəm, ürəyin belə istəyir. Sən azadsan? Hə? Ürəyin belə istəyir. Belə azad deyirsən ki sən. Bilirsən, düz bu deyil, amma ürəyin istəyir. Eləyirsən, deməli, azad deyilsən də. Din deyir, bu cür azadlıqdan da azad ol. İnsanların yersiz istəklərindən azad ol. Hamı səndən bir şey istəyəcək. Qoy küssün. Demirəm, biz bu şəraiti yaradaq, nəsə eləyək, söhbət ona deyil. Hamı istəyini icra eləyə bilməyəcək. Hamının istədiyi kimi olamıyor. Ondan azad ol. Dünyanın cazibəsindən azad ol. Şeytanın vəsvəsələrindən azad ol. Şeytan sifət insanların istəklərindən azad ol. Bundan azad oldun, bağlan tohidə. Gördün? Buradan qopursan, bağlanmalısan bir yerə. Sən bağlanmalısan bir nöqtəyə. Get, bağlan Allaha. Bəndəçilik də budur, bu konsepsiya budur. Bu yolda bu cürünə gedə bilərsən. Özdə bu bəndəçilik dinin fundamental və prioritet mövzularındandır və gələk həyatımın hər hissəsini hər anda tutsun. Təkcə namazımda bəndə yox, işimdə də bəndə olmalıyam. Təkcə məsələn, belə deyək də, xüsusi dostumla ünsiyyətdə ilahi çıxarlara əməl edirəm. Amma daha o yanımda mənəvi dost olmayanda, biraz uzaqlaşanda, başqa ölkəyə getdim, da qərib ölkədə orada kimdir görən? Orada bəndə deyir. İctimai münasibətlərdə bəndə deyil. Ailədə bəndə deyil. Yox, din deyil, bütün həyatımın hər anı, hər çaları ilahi rəngə boyansın və sən ol bəndə və bu yolu belə bu cürünə get. Bu yolu bu cürünə get. Onda mümkündür. Və bəşərə yaraşan ən gözəl ad nədir? Allah bəşərə bir ad vermək istəsə, ən gözəl ad görsən, məsələn, fikirləşirsən ki, evlənim, övladıma bu adı qoyacam da, sənin üçün ən gözəl ad odur. Allahın ən gözəl ad vermək istəsə bəndəyə nədir? Əbddir. Ən qəşəng ad vermək istəsə, mən əbdimsə. Bundan o tərəfi ad yoxdur yer üzündə. O ilahi hesablamada ən zirvə söz budur, əbd. Subhanəlləzi əsra bi əbdik. Allah əbdini, yəni Peyğəmbərini nədir? Apardı. Hara apardı? Rəbbinə tərəf apardı, Meraca. Yaxşı. Məsələn, Allah tərifləyib Süleymanı, sonra Əyyubu deyir, ni'məli əbd. Nə qəşəng bəndəsən? Ayədir Quranda. Əmirül-Müminin deyir, İlahi kəfa bi izzən ən əkunə ləkə əbdən. İlahi, mənə bu yetər ki, izzətimə bu kifayət edir ki, sənin bəndənəm. Sənin bəndənəm deməli elə əzizəm, izzət deyər. Yəni, izzətin yolu
Bəndəçilikdən keçir. Kəfa bi fəxrən ən təkuna li Rəbbən. Fəxrim budur ki, Rəbbim sənsən. Neylə fəxr edirsən? Əli can deyir, Rəbbim səndə, sən Allah sən. Sən deyənə fəxr edirəm. Yaxşı. Quran da bu mövzuya mühüm toxunub. Bəndəçilik mövzusuna. Baxın, biraz suradan başlayayım sizə. Allah Teala Quranda buyurur: "Və laqad ataynaka sab'an minəl məsani vəl Qur'anəl azim." Vəl Qur'anəl azim. Deyir ki, mən sənə nə elədim? Quran-ı Kərimi nazil etdim və nəyi nazil etdim? Quran-ı Kərimi nazil etdim və Fatihə surəsini nazil etdim. Səb'an minəl məsani, yəni o 7 dənə ayə nazil etdim. Diqqət edin bu ayəyə. Allah deyir, bu Fatihəni nazil etdim. Sonra deyir, Quranı nazil etdim. Quranın içində Fatihə var idi da. Amma elə Fatihəni çıxartdı Quranın içindən. Xüsusi vurğuladı. Deməli, bu Fatihə surəsi çox mühüm surədir. Sən bir yerə qonaqlıq adamları çağırırsan, hamını çağırırsan, sonra bir nəfərə xüsusi yığırsan, gələrsən, səni gözləyirəm. O hamı içində o var idi da, yox, bu xüsusidir. Allah deyir, mən Quranı nazil etdim, da onda nə deyir? Bu 7 ayəni Fatihə nazil etdim. Və Fatihə surəsi 2 dəfə nazil olub, biləsiniz, 2 dəfə. Yeganə surədir ki, Quran-ı Kərimin müqabilində deyilib. Quran nazil etdim, bu surə nazil etdim. Və ayələrin sayı da Quranda deyilib. 7 dənə ayədə Allah Teala deyir. Fatihə. Diqqət elədiniz. Hətta deyirlər, Fatihə surəsi nazil olanda, bizim bu tərəfləri var da, mənəvi tərəfləri var mövzunun. Fatihə surəsi özü deyir ki, mən bu qədər əzəmətlə mi yerə düşürəm? İndi o nə mənalıdır, nə anlamdadır, nə cür deyir, necə deyir, oradan çıxaq. Yəni, bu qədər əzəmətlə yerə gəlirəm. Yaxşı. Deməli, Quranın müqabilindədir bu Fatihə surəsi. Yəni, bunun mənası budur ki, Quranı yıxson bir yerə, Fatihə surəsində yığışa bilər. Fatihə surəsini təfsir eləsən, atsan olar Quran-ı Kərim. Gündə də Allah Teala bizə o Fatihəni vacib edib deməyə. Sanki bütün Quranı inəyib, ehtiva edib Fatihə surəsi özündə. İndi bu bütün Quranı yıxsın olar Fatihə. Fatihə surəsi, bu Həmd surəsi. Ana xətti nədir bu Həmd surəsinin? Ana xətti bəndəçinin izharıdır. İyyəkə nə'budu. Biz səni ibadət edirik. Əvvəldən başa Elhamdülillahi Rabbil aləmin. Bütün həmdlər sənə məxsusdur. Sən məliksən, sən. Sonra İyyəkə nə'budu, biz səni ibadət edirik. Sonra ihdinas sıratəl müstəqim, bizi sıratəl müstəqimə yönəlt, o düz yola. O sıratəl müstəqim nədir? O sıratəl müstəqim başqa ayda Allah Teala buyurur, əni abuduni hazə sıratəl müstəqim. Mənə bəndə olsuz bu sıratəl müstəqimi gedə bilərsiniz. Əmirül Mömin deyir, ənə sıratəl müstəqim, mən sıratəl müstəqiməm. Maraqlıdır, bunun haqqında düşünməyə dəyər. Yəni, siz uzaq düşmək əlidən sıratəl müstəqimdən uzaq düşməkdir. Allahın vəlisindən uzaq düşmək, sıratəl müstəqimdən uzaq düşməkdir. Başa düşürsünüz? İndi gəldim, çatdım bura. Yaxşı. Deməli, Quran-ı Kərimi yıxson bir surə, onlar həmd. Həmdin yıxson bir cümləyə, onlar bəndəçilik. Bəndəçilik istəsən Quran-ı Kərimdə həmd surəsini tapasan, Nə'bud ihdinas sıratəl müstəqim. Bəs bəndəçiliyin zirvəsi nədir? Deməli, bu kəmal yolu necə getməliyik? Bəndə olaraq. Bu bəndəçiliyin zirvəsi nədir? Bəndəçiliyin zirvəsi budur. Bütün zikrin, fikrin, dərdün, sərün, amalun, arzun, niyyətin olsun. Bu oldu nə? Bəndəçilik. Niyə evlənirsən? Ona qovuşmaq üçün. Niyə işləyirsən? Ona çatmaq üçün. Niyə çölə yiyirsən, onu tapıram. Yiyirəm bu yeməyi ki, gücüm olsun, qüdrətim olsun, onun buyruqlarını icra edeyim. Hara giyirsən o? Bəndəçiliyin yəni zirvəsi bu. Bu da niyyətdən keçir. Gəldik gör hara? Niyyətə. Başladıq ardından kamil insan olmalısan. Oradan gəldim, bəndə olmalısan. Bəndə olmaq üçün dərdi-sərin olmalıdır. Dərdi-sərin niyyətin olmalıdır. O niyyət, o da gizlindir sənin qəlbindədir. Görünmür. Məsum buyurur, əla innən niyyə hiyəl əməl. Niyyətdir əməl.
Niyyət də əməl. Əsas sənin niyyətindir. Niyyət nədir? Niyyət əməlin ruhudur. Necə, bir bədən olur, bir ruh olur da. İndi ruhumuz bədənimizdən ayrılsa nə baş verər? O kontakt itirsə, heç nə. Cəsəd yerdə. O bədənə təravət verən nədir? O ruhdur. Düzdür? Bədənə təravət verən ruhdur, hərəkətə gətirən ruhdur. O ruhu bədəndən alsan nədir? Ölmüş. İndi niyyət əməlin ruhudur. Əməlin görünən tərəfi onun bədənidir, görünməyən tərəfi onun ruhudur. Düzdür? O ruh çox mühümdür. Ola bilər 2 nəfər eyni namaz qılır zahirən. Amma ruhlar tam fərqlidir. Birinə namazda mələikə nazil olur. Nübəşşirukə biğulamin. Sənə müjdə olsun ay Zəkəriyya. Sənə Yəhyanı verir. Namazda gəlir mələk. Birinin namazı səmaları nurani eləyir. Həzrət Zəhra haqqında deyirlər ki, namaza qalxanda bütün mələkutu nurani eləyərdi. Bir adam deyirdi, bütün həyatımın hamısını verim savabını Əmirül-Möminin 2 rükət namaz qılıb, onu savabını kaş verəydilər mənə. 2 rükət məsələn. Aslında bu da çox böyük söz deyək. Əmirül-Möminin 2 rükət namazı, bir Sübhanallah deməyi bəsdir. O da bizə, mən özümə deyim, bizim kimlərə çoxdur. O da deyə Subhanallah, sən də mən də deyəsən Subhanallah. Bilsən nə qədər fərq var? Niyə? Axı Subhanallah, hərflər həmən hərflər, söz həmən söz, səs həmən belə deyək, səs öz yerində, söz öz yerində, hərf öz... Nə dəyişdi ki? Ruhlar fərqlidir, ruhlar. Əməlin ruhu fərqlidir. Səbr eləyirsən, niyə səbr eləyirsən? Ruhların fərqinə bax. Hamısı, məsələn, 5 nəvədir, 5 səbr, amma ruhları fərqlidir. O əməlin, səbrin ruhu fərqlidir. Niyə səbr edir? İctimai mövqeyini itirməsin. Çünki biraz o yan-bir yan olsa deyərlər, biz bunu həlim bilirdik, səbirli. Sən o səbirli deyilmiş. Düz? Bu ona görə səbirlidir. Bir də səbirlidir, niyə? Bilib ki, səbirli olsa Allah düyünləri açacaq dünyada. Ona görə səbirlidir. Biri səbirlidir, niyə? Bilir ki, axirətdə nələrsə verəcəklər. Biri səbirlidir, niyə? Deyir, mən də onun kimi sabir olum. O necə səbirlidir, mən də səbirli olum. Mən səbir edirəm ki, o məndən razı qalsın. Onu razı salım. Fərqə bu. Allah Quranda buyurur, Əl-ləzinə səbəru. O kəslər ki, səbr eləyirlər, İbtiqaə vəchi Rabbihim. Allahın razılığını qazanmaq üçün. Başqa bir şeylər yoxdur, istəklər yoxdur. Fikir verirsiniz? Bax, bu niyyət var ha. Əsas budur. Özü birinci odur. Sonra əməldir də. Baxın, əməl batindən zahirə çıxmaqdır. Birinci insan batinində baş verir. Məsələn, bir də durub əməl eləmirsən ki. Nəsə bir içərdə, nə olur? Bir nəsə yaranır ki, durursan, nəsə edirsən. O içdə yaranıb səni hərəkətə gətirəni deyirlər niyyət, yaxşı? O niyyətin haradır? Mənzülün də oradır. O söz düz sözdür. Niyyətin hara, mənzülün də ora. Düz deyiblər. Sən nə üçün bunu elədin? Bax, nə üçün də oturan yerdə birdən-birə niyə oldu deyə sənə? Elə belə deyil. Bunun içəri nəsə proses gedib. O batindir. Bu dediyin elə belə onun zahiridir. Niyyət də batindir. Əməl zahirdir. Niyyət ruhdur, əməl bədəndir. Birinci niyyətdir, sonra əməlin görüntüsüdür. Ona görə deyir, Məsum buyurur nə? Buyurur, əla innən niyyəh yəl əməl. Əməl elə niyyətin özüdür. Birinci niyyətdir. Bəndəçilikdə niyyət şərtdir. Niyyət. Quranda bir ayə var. Deyir, Əlləzi xaləqəl mevtə vəl həyatə liyəblüvəkum eyyukum əhsanu əmələn. Allah yeri göyü yaratdı, sizi imtihan eləyəcək. Daha doğrusu, sizi yaratdı, sizə həyat bəxş elədi, siz öləcəksiniz və s. Sonra deyir, niyə elədin? Yaradılışın fəlsəfəsi nədir? Deyir, imtihandır. İmtihan olunmalısınız. İmtihan. Maraqlı deyə, yaradılışın fəlsəfəsi nədir? İmtihan olunmalısan. İmtihanlardan keçməlisən ki, sən seçilməlisən. Görək, ən gözəl əməlin yiyəsi ola bildinmi, yoxsa yox? Burada deyir, əhsənu əmələn, ən gözəl əməlin yiyəsi. İndi Məsumun dili ilə sizə bu hədsi izah verirəm. Görün, nə qəşəng izah verir. Deyir ki, ayədə ki, Allah Teala buyurur, ən gözəl əməlin yiyəsi olanı axtarır Allah Teala. Ən gözəl əməl nədir? Məsum deyir. Deyir, leysə yəni əksəru əmələn. Ən gözəl əməl çox əməl deyil.
Demirəm, çox əməl lazım deyil. Onun işimiz yoxdur ya. Çox da lazımdır. Bu ayə onu demir də. Bu ayə onu demir. Məsələn, baxlar, gələk, biz zikri çox deyəsən ki, təsir eləsin. Bu ayə onu demir, istəyirəm deyim sizə. Ayə deyir ki, ən gözəl əməl sahibləri çıxmaz üçün, çıxmalıdır bu imtahanlardan. Məsum deyir ki, o ən gözəl deyəndə Allah nəyi nəzərə tutur? Çox əməl eləyəni deyir, yox, çox əməl eləyəni nəzərə tutmur. Bəs nəyi nəzərə tutur? Buyurur ki, وَلَكِنْ أَسْوَبُكُمْ əmələn. Biraz fərqlidir məsələ. Əməlin batinindən söhbət gedir. Nədir əməlin batini? İnnəməl isabə xişyətullah və niyyətus sadiqə. Əməlin batini budur ki, sənin içində bir xişyəti olsun, bir xofu olsun, Allahın əzəmətindən qorxu olsun, günahlardan çəkindirsin sən o qorxu. Üstəgəldə niyyətin xalisi olsun. Əməlin gözəlliyi buradadır. Belə ruhdan çıxan əməl əhsən o əmələndir. Allah belə əməlləri gözləyir bizdən. Şaşırsınız. Yoxsa özündən çox arxayın, belə deyək də, cəmaata yuxarıdan aşağı baxan, bunun qardaşın elədi, bunu mən elədim, bunu belə. Belə adamın əməlindən söhbət getmir. Belə əmələ demir, əhsən o əmələn. Deyir ki, o əməl daha əhsəndir ki, sənin qəlbində xof var, ilahi əzəmətin müqabilində. O qədərdir ki, günah eləməkdən qaçırsan, üstə gəldi niyyətin xalisdir. Sənin əməlin oldu nə? Əhsən o əmələn. Gözəl əməl. Davamına baxın, ha? Davamı bundan da o tərəfədir. Sümmə qalə, sonra buyurdu, əl-ibqa ələl-əməl, əməli qoruyub saxlamaq. Əməli etdin axı, indi qoruyub saxlamaq. Hətta yaxlus, ta ki, daha çox xalisləşsin. Elə bil, görünən budur ki, daha dəqiq baxsın, əməli qorusun, daha da xalisləşməyə başlayır. O yemək olaraq biraz qalanda deyir, daha dadlı olur, boyat olanda, bəzi yeməkləri saxlayanda daha dadlı olur. Bu əməl deyir, saxladıqca daha da xalisləşir. Daha da xalisləşir. Deyir, əməli qoruyub saxlamaq əşəddu minəl əməl. Məsum deyir, etməkdən daha çətindir. Təsəvvür edirsən, gecə namazı gücünə balan durmusan, gözündən yuxu tökülür. Yaxşı, gözündən yuxu tökülür. Durmusan da sağ ol. Məsələn, ikinci kət qılırsan, səcdə yuxu tutur, gəlsən dəstəmaz alırsan, təzdən gəlirsən, belə qılırsan da, indi hərdən elə qılanlar var da, yorulub da yazıq iynəsin. Amma Allah sevir ha, gecə namazında yuxu tutub yatanları. Bir var gəl belə yerindən durub, başın qoyub səcdə yatmanda söhbət gedməli, or ki, yerində yat da, misal ondan söhbət. Bir də oradan gəlmirsən, tutub yuxu sənə tutub səcdə. Allah deyər məlaikiyə ki, buna Allah səcdə yatıb. O başqa bir şey, yəni istəyirəm deyim, fərqlər vardı. Xoşu gəldi o bəndədən. Yorğun, arğın da olsa gecə namazını tərk eləmir. Amma o halda qıldın, çətindir də o qılmaq. Qılıb qutarandan sonra onu qorumaq var, ondan da çətindir. Bir də ücub gəlir adama gündüz vaxtı ki, daha elə bir ki, daha məsələn gedib çatıb seyir sulukda, o tərəflər keçib, nübüvvətlə, ənbiya ilə birlikdədir. O hala düşməmək ondan çətindir. Onun ixlasını qoruyub saxlamaq ondan çətindir. Məsum deyir. Sonra nə deyir? Vəl-əməlul xalis bəhbəh. Tərifə baxın. Vəl-əməlul xalis əlləzi la turid ən yəhmədəkə aleyhi əhədun illəllah əzzə və cəl. Xalis əməl budur ki, gözləməyəsən, istəməyəsən, Allahdan siva, Allahdan kənar bir nəfər sənə tərif eləsin. Belə gözləntin olmaz. Bu deyir, xalis əməl budur. Bir dənə iş görmürsən, heç kəsdən gözləntin yoxdur ki, mənə tərif etsinlər. Bir dənə Allahdan var. Boldu xalis əməl. Sonra nə deyir? Məsumun son sözlərinə baxın. Və niyyətu əfzəl minəl əməl. Niyyət əməldən daha fəzilətlidir. Ruh bədəndən daha üstündür. Çünki niyyət batindir, əməl zahirdir. Hər şey birinci batində gedir, sonra zahirə yansıyır. Birinci batində gedir. Birinci batində gedir. O görürsən, ustad baxar tələbəsinə, o deməsə də deyir, nəsə olub sənə? Nəsə olub? Yox, heç yox, nəsə olub da mənə də yox. Batinindən artıq görə bilir. Mənə qədər üzünə də yansıyıb, bax, çıxıb üzünə, zahirinə. Yaxşı, yəl əməl. Bəli, insan nə niyyətlə, hansı niyyətlə, o niyyət çox mühümdür. Bir var, bəndəçinin zirvəsi budur ya, cənnət də yox.
Sırf onun rızayəti, onun razılığı. Bəndəşin zirvəsi budur. Qoyum da indi ayə deyim sizə. Allah deyir ki, la xeyrə fi kəsirin min nəcvahum. Bu pıçıldaşmaqların çoxunda xeyir yoxdur. Bir məclisdir, bir nəfərə söz deyir, asla. Bunda deyir, xeyir yoxdur. Amma bir neçə dənə istisna var ki, orada xeyir var. Pıçıldaşmağın eybi yoxdur. Nədir? İlla mən əmərə bi sadaqətin. Bir də qulağına astaca pıçıldayasan ki, falan kəsin çətinliyi var, sənə də imkanın var. Kömək eləsən, kömək elə. Başa düşdün? Bir var cəmaat içində möhkəm səslən ki, bu qardaşın vəziyyəti pisdir, köməyi də qardaş, bunu apardınız, elə köməyi nəsə eləməsəydi ondan yaxşı. Bir də var, bir nəvə görmüsən, qulağına deyisansı, yəni nə? Çıxardı onu vəziyyətdən. Deyir, bu eybi yoxdur. Məsum, axırda gələcəm, niyə bu ayəni deyirəmsə? Deyir, bu nə eybi yoxdur, bunu eləyə bilərsiniz. Sonra nə deyir? Ov məruf. Ya yaxşı bir söz deyəcəksən ona, məsələn deyəcəksən ki, bu işi görsən daha yaxşı olar. Belə eləsə, asla deyirsən, adam var bəzi vaxtlar bir nəfərə neysə başa salır, möhkəm səslə başa salır ki, o tərəfdəkilərə deyirsən ki, bu başınızı işləyir ha, qırğın deyə. Konuşdun? Elə izahlar verir, qəlis. O biriləri, bu yazıq qalıb, bu birilərini danışır o. Üzü buna baxır, o birilərə danışdırır ki, mən bir sürü, görürsən, haralara çatmışam. Deyir, o yaxşı söz demək istəyirsənsə, vacib deyir ki, elə pıçıldaya bilərsən, asta. Yaxşı, Quran görürsən aralara toxunur. Adamı bizdən neyinir? Çək-çör edir, o deyilsən, biraz özbü, biraz başqa cür yaparsan. Elə dör. Gəl mən sənə deyim, sən necəsən, nə var, nə yox. Sonra deyir ki, o islah beynən nas. Ya iki nəfərin arasında ünsiyyət pozulub, sən qulağına pıçıldaysan ki, onların arasını düzəltməliyik. Deyir, bunların eybi yoxdur. Deyir, amma bu necə eləyəcəksən? Bu ayə budur. Və mən yəfəl zalikə ibtiqa əmərdatillah. Kim bu işlərin, bu üçün də görə, ona görə ki, Allahın razılığını qazansın. Hamısı ictimai mövzulardır da. Düzdür, sədəqə vermək, birinə yaxşılıq eləmək, iki nəfərin arasını düzəltmək. Yəni, o Allaha gedən sulukdur da, yoldur, siratdır. Buyurur ki, və mən yəfəl zalikə ibtiqa əmərdatillah fəsəvfə nutihi əcrən azima. Bəh. Kim bu üçünü də sırf ona görə eləyək ki, sən məndən razı qal, deyir, onu böyük əcr gözləyir. Əzəmətli əcr gözləyir. Özü böyük demir, əzəmətli əcr gözləyir. Ki, o əcri verəcək ona. Başqa bir şey verəcək ona. Əzim sözü artıq dünyaya sığmayan sözdür. Doğrudan deyirəm. Çünki Allah Teala dünyadan danışanda deyir, mətaut dünya qəlil, dünya bütövlükdə azdır. Bu deyir, əzim bir şey verəcəm, əzim. Dünya azdır, yəni bu nədirsə verdiyi, dünyadan qat-qat artıq bir şeydir. Dünyanın özündən böyük bir şeydir. Nədir? Özü bilir nədir. Ya öz məhəbbətin verəcək, ya övliyalın məhəbbətin verəcək, ya məsumların qəlbinə sənin məhəbbəti atacaq, ya səndən liqası baş verəcək, nə verəcək, nəsə baş verəcək. Niyə? Çünki bəndəçilik eləmsən. Özdə ictimai həyatın içindədir ya məsələ. Üçü də gördünüz, ictimai həyatın içindədir. Çünki orada sıratı tutmusan, yolu tutmusan və hərəkət edirsən. Və bu yol səni aparır, Allaha çatdırır, liqaullaha yetirir. Səni kamala çatdırır, sən kamilləşirsən. Burada gedib kamala çatırsan. Yoxsa əks təqdirdə kamaldan söhbət yox. Bu qədər böyük bir lütflər bizi qabaqda gözləyir. Və bu qədər böyük bir məsuliyyətimiz var ki, ora çataq. Və belə bir missiya bizə öhdələnmişik, dünyaya gəlmişik. Hamımız demişik ki, gedirik yerə xəlifətullah olmağa. Başa düşürsünüz? Gedirik yerə əbd olmağa. Ayədir də, Ələstu bir Rəbbikum, mən sizin Rəbbiniz deyiləm. Qalub bəla, sən bizim Rəbbimizsən. Yəni, rububiyyəti qəbul eləmək, yəni mən sənin bəndənəm. Rububiyyət, yəni mərkəzdə sənsən, mən sənin bəndənəm, sən mənim Rəbbimsən, mən əbdəm və bu siratı geyəcəm sənin buyurduqlarının uyğun. Bütün həyatımda sənin rububiyyətin başladı yanacaq və mən əbd olacam. Yəni, biz buna bəli deyib gəlmişik. Demişik ki, biz gedirik yer üzünə, kamil insan olmağa, o adla gəlmişik bu dünyaya. Amma o addan, o sözdən nə qədər əsər əlamət var? Bu boyda vədə verib gəlmişik.
Başa düşürsünüz? Nə boyda missiyamız var, nə boyda da vəd vermişik. Ki inşallah bu mövzu yenə davam edəcək. Hələ ki, hələ əvvəlləri deyə bu mövzunun. Allah inşallah bizi müvəffəq eləsin. Allah dualarımızı qəbul eləsin. Velhamdülillah Rabbil aləmin. Allahumma inna nəs'aluke və nəd'uke bismikəl əzizil əzəm, əl-əcəl əl-əkrəm. İlah sənand verəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə, məhəbbətüvə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurunu təcil elə. İlah bağışlama ki, bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlah ekran qarşısında əyləşənlər var. Onların nə duaları varsa onlardan qəbul elə. Ya Rəbbəl aləmin, Əyyam-ı Fatimiyyə günləridir və son o 3 gecə gəlir. O 3 gecəni yaşamaq tövfiqini bizlərə nəsib elə. Həzrət Zəhra ilə ünsiyyət qurmaq lütfünü bizlərə nəsib elə. İlahi, o günlərdə nəsə bir iş görmək bu yolda, pulla, canımızla, xidmətimizlə, nəfəsimizlə, dinləməyimizlə, hər halda bir yolla nəsə bir xidmət eləməyi bizlərə nəsib elə. İlahi, Haqqı Fatimə bizi xanım Fatimədən ayrı salma. İlahi, Həzrəti Fatimənin şəfaətin dünya və axirət bizlərə nəsib elə. İlahi, bizi müvəffəq elə. Ya Rəbbəl aləmin, əllərimizdən tut. Ya Rəbbəl aləmin, sığınacağımız sənsən, təvəkkül etdiyimiz sənsən. Ya Rəbbəl aləmin, özün öz əlimizdən tut. Ya İlahi, bir Haqqı Fatimə gizlində aşkar elədiyimiz günahlarımızı bağışla. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. O kəslər ki, bizdən dua istəyiblər, o qardaşlarımın, bacılarımın dualarını qəbul elə. Ekran qarşısında əyləşənlərin dualarını qəbul elə. Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. Peyğəmbər və əhl-i beytinə salavat zikr elə. Allahümme salli ala Muhammed.